Gün yenə sağlamlıqdan danışmaq istəyirəm. Mövzumuz isə xəstəliklərdir. Bəli, artıq insanlar qışdan, yazdan qurtardılar. Demək olar ki, vitamin çatışmazlığı yaranır. Hamı əlac axtarır həkimdə, marketdə və aptekdə. Vitamin axtarırlar, öz vitamin çatışmazlığını bərpa eləməyə çalışırlar. Mən sizə deyim ki, aptekdə vitamin satılmır, aptekdə dərman satılır. Yay dövrüdür artıq, çalışmaq lazımdır. Mümkün qədər günəşdə olmaq. Bizdə günəşdə olmaq deyəndə hamı eynəyini taxır, çətirini götürür. Dənizə də gedəndə gedir, o çətirlərin altında oturur və yaxud qumun üzərində oturub fikirləşir ki, artıq bəs elədir. Xeyr, əslində qalanda biz təbiətdə yaranmalıydıq, biz təbiətdə yaşamalıydıq. Bu Afrika cəngəllərdə görsə adamlar necə yaşayır, bax belə demək olar ki, tamam lüt vəziyyətində. Başqa canlılar kimi. Heç bir canlıda bizdə başqa, heç bir canlıda D vitamini çatışmamazlığı yaranmır. Çünki onlar təbiətlə uyğundur, Allahın qoyduğu həyat tərzinə uyğun yaşayırlar. Biz isə əksinə. İndi mən sizə deyim, çalışmaq lazım. Kimin həyat evi varsa, bağ evi varsa, mümkün qədər günəşdə olmaq lazımdır. Dəniz paltarında günəşdə həyatınızda olmaq, bizdə bir mentalitet deyilən bir nəsə düşünülüb. Heç şorta da icazə vermirlər gəzməyə, geyinməyə. Demək olar ki, bax, həyat evlərdə varsa, çoxlu dəniz paltarında, qumda gəzmək lazımdır, qumda olmaq lazımdır, həyətdə olmaq lazımdır. Öz evin öz qalan olmalıdır. Bizdə mentalitet bizə dediyim kimi məhv eləyir və mümkün qədər də çalışmaq lazımdır ki, əgər həyat evlərində deyil, bina evində qalırsınızda, balkonlarda, aynə bəndlərinizdə özünüz üçün bir müəyyən bir yer düzəldin, ayrın orada. Görsənməyən yerdə deyək də, məsələn, çalışın çoxlu günəş qəbul edin. Birdən-birə günəşi qəbul edib dəridən çıxmaq lazım deyil, onun ziyanı var, xeyri yoxdur. Amma təbiətdə yavaş-yavaş, məsələn, qismən bir elə öyrədirsin, gündə bir 5 dəqiqə, 3 dəqiqə çevrilər özünüzü günə verirsiniz və sonra lap oturun, dəniz paltarı geyinin, oturun düz dediyim kimi balkonda, haradasa özünüz üçün bir güşə, təbii günəş düşən yerdə günəş müəyyən bir müddət düşəcək, həmin o müddətdə çalışın, istifadə edin. Uşaqlarınız da, özünüz də mümkün qədər günəşdən istifadə edin. Allahın verdiyi günəşdən bir insandan başqa heç bir canlı yayınmır. Biz eynəklə, çətirlə qorunuruq.